Artıq bir iynə ilə arıqlamaq mümkün olacaq. Artıq arıqlamaq və qanda şəkəri azaltmaq üçün sadəcə bir inyeksiya kifayət edəcək. Bu inyeksiya bədən hüceyrələrini Ozempic, Wegovy və Mounjaro kimi məşhur dərmanların əsas tərkibi hissəsi GLP-1 hormonunu istehsal edən kiçik fabriklərə çevirəcək. Amerika Birləşmiş Ştatında 2 biotexnoloji startap, New Yorkdan Renbio və Massachusetts'dən Fractyl Health bu istiqamətdə siçanlarda ümidverici nəticələr əldə edib və hazırda gen terapiyası daha böyük heyvanlarda, donuz və meymunlarda sınaqdan keçirir. Uğurlu nəticələr əldə olunsa, texnologiya insan üzərində də yoxlanılacaq. GLP-1, yəni qlukagona bənzər peptid 1 bədən tərəfindən təbii olaraq istehsal olunur və beyinə toxluq siqnalı göndərərək iştahı azaldır. Bu hormonun təsirini təqlid edən dərmanlar son illərdə sürətlə populyarlıq qazanıb. Amerika Birləşmiş Ştatında istifadə edənlərin sayı 2 il ərzində 5,8%-dən 12%-ə yüksəlib. Lakin bahalı qiymət və ürəkbulanma, halsızlıq və qusma kimi yan təsirlər bir çox insanı narahat edir.